Herkese salam, əziz kulinariya və dadlı yemək həvəskarları. Kanalımıza xoş gəlmisiniz. Bugün sizlərə marketlərdə kifayət qədər baha qiymətə satılan, amma ev şəraitində tamamilə təbii, qatqısız və inanılmaz dərəcədə ləzzətli hazırlaya biləcəyiniz bir resept təqdim edəcəyəm. Günəşdə qurudulmuş İtalyan üslublu pomidorlar. Bu ləzzət xüsusilə səhər yeməklərində, təzə bişmiş çörəyin üzərində, müxtəlif salatlarda, pizzalarda və pastalarda əvəzolunmaz bir dad yaradır. Hazırlanması çox sadədir. Sadəcə biraz səbir və günəş işığı tələb edir. Əgər siz də qışa xüsusi bir ləzzət hazırlamaq istəyirsinizsə, gəlin vaxt itirmədən işə başlayaq. İlk növbədə doğru pomidor seçimi çox vacibdir. Qurudulma üçün daxili suyu az, ətli və bərk olan pomidor sotlarından, məsələn, silifka və ya armudvari pomidorlardan istifadə etmək ən yaxşı nəticəni verir. İşə pomidorlarımızı yaxşıca yumaqla başlayırıq. İlk olaraq onları təmiz suda yuyur, daha sonra istəyə uyğun olaraq daha dərindən təmizlənməsi üçün ikinci dəfə bol su ilə durulayır. Bütün toz və çirkdən təmizləndikdən sonra pomidorları sudan çıxardır. Yadınızda saxlayın. Qış üçün hazırlıq ən başlıca iş təmizlikdir. İndi isə əsas doğrama mərhələsinə keçirik. Pomidorları uzunla dilimlərə bölürük. Çox nazik doğramayın. Çünki quruyanda həcmi çox kiçiləcək. Həmçinin çox da qalın olmamalıdır ki, daxili tam qurusun. Doğradığımız pomidor dilimlərinin üzərinə təmiz parça və ya dəsmal sərilmiş siniyə sıx-sıx yan-yana düzürük. Qət edin ki, pomidorlar üst-üstə düşməsin. Eyni zamanda pomidorun qabığı siniyə dəyməlidir. Parça istifadə etməyimizin səbəbi pomidorun suyunu çəkməsi və altdan hava axınını təmin etməsidir. Burada ən vacib püf nöqtələrdən biri duzlanma mərhələsidir. Pomidorların üzərinə bol miqdarda iri dənəli dəniz duzu və ya adi duz səpirik. Duz burada 2 böyük rol oynayır. Birincisi, pomidorun tərkibindəki suyu çölə çıxararaq quruma prosesini sürətləndirir. İkincisi isə quruma müddətində pomidorun xarab olmasının və kiflənməsinin qarşısını alır. İndi isə işin ən sehirli hissəsi gəlir. Günəş işığı. Siniyə düzülmüş pomidorları birbaşa bol günəş düşən havalı bir yerə yerləşdiririk. Hava şəraitindən və günəşin istiliyindən asılı olaraq bu proses təxminən 3 gündən 7 günə qədər çəkə bilər. Mənim pomidorlarım 3 gün içərisində tamamilə qurudu. Günlər keçdikcə pomidorun yavaş-yavaş suyunu itirdiyini və rənginin tündləşdiyini və büzüşərək o məşhur zəngin dadın daxilində həbs edildiyini görəcəksiniz. Pomidorlar tamamilə qurumalı, lakin taxta kimi quru olmamalıdır. Əlinizlə sıxdıqda daxilində nəmlik qalmamalı, amma elastikliyini qorumalıdır. İzləyin. Günəşdə tam istədiyimiz kıvama gələnə qədər pomidorlarımızı gözlədirik. Qıpqırmızı, ətirli və möhtəşəm görünürlər. İndi bu ləzzəti saxlamaq vaxtıdır. Qurudulmuş pomidorları təmiz quru şüşə bankaya sıx şəkildə yığır. Arzulayanlar bu mərhələdə araya sarımsaq dilimləri, kərkik otu və ya rozmarin də əlavə edə bilərlər. Ancaq mən o qoxuların qaldıqca daha tündləşdiyini fikirləşərək sadə etmək qərarına gəldim. Son olaraq pomidorların üzərinə tam örtəcək qədər keyfiyyətli zeytin yağı istifadə edirik. Zeytin yağı pomidorları yumşaq saxlayır və onların xarab olmasının qarşısını alır. Bankanın qapağını möhkəmcə bağlayırıq. Bunu qaranlıq və sərin bir yerdə aylarla saxlaya bilərsiniz. Pomidorlar bitdikdən sonra bankada qalan ətirli zeytin yağını isə salatlarımıza sos kimi istifadə edə bilərsiniz. Dadı möhtəşəm olur. Videonu bəyəndinizsə bəyənmə etməyi, fikirlərinizi rəylərdə paylaşmağı və bu kimi ləzzətli reseptlərdən xəbər olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Növbəti video reseptlərimizdə görüşənədək nuş olsun.